Herkese salamlar dostlar. Artıq sentyabr ayıdır və gəlin görək saytlarda nə kimi iş elanları var və bu elanlara baxarkən əsasən nələrə diqqət etmək lazımdır, onları sizlərlə bu videoda paylaşacağım. Videomuza keçməzdən əvvəl sizə nəzərinə çatdırmaq istəyirəm ki, bizim kanalımızda fərqli peşə sahiblərinə çəkdiyimiz videolar var ki, hansı ki həmin peşə haqqında ətraflı məlumatı sizlərlə bölüşürük. Bunlardan supermarketlərdə karyera, qrafik dizayner peşəsi, müəllim peşəsi, ingilis dili müəllimi var bizim videolarda. Motokuryerlərin peşəsi haqqında, taksi sürücülərin peşəsi haqqında ətraflı videolarımız var. Keçib həmin videolara baxıb məlumatlana bilərsiniz və rəy bölməsində qeyd edə bilərsiniz ki, sizlərə hansı peşələr haqqında məlumat almaq maraqlıdırsa qeyd edin. Mən də həmin peşə üzrə çalışan insanları taparaq həmin peşələr haqqında ətraflı məlumat paylaşım sizlərlə. İndi isə keçirik saytımıza. Mən BOSAT saytına baxacağım. Niyə görə bu sayta baxıram? Çünki mən özüm bir neçə dəfə bu saytda öz CV-mi yerləşdirərək həqiqətən də işlə təmin olunmuşam və sizlərlə də bölüşürəm. Deməli, keçirik yeni elanlara. Baxırıq elanlarda nələr var. Deməli, interior dizayner var. Sat müəllimi var. Deməli, pedagog, daşkolni, podgotovki, yəni məktəbə qədərə, yəni ki, rus dilinə aid olan, yəni rus sektoruna aid olan müəllim axtarılır, satıcı axtarılır. Gəlin bu elana ətraflı baxaq. Mən sizə bütün elanları deyil də bəzi elanları göstərəcəm nümunə olaraq ki, burada mən nələrə diqqət etmək lazımdır. İlk öncə elanın daxil olduqda baxış sayına baxın. Yəni bu elanın yeni olub olmadığını ondan biləcəksiniz. 226 baxış sayı var. Demək ki, bu elan yenidir. Əgər burada 1000-dən yuxarı baxış sayı varsa, neçə min, yəni böyük, yüksək baxış sayı varsa, demək ola bilər ki, sayt bu elanı qabağa çəkib. Bir də hər hansı bir elanlara müraciət edərkən diqqətli olun ki, bu elanlar bəzən dəyərduzlar tərəfindən də yerləşdirilmiş olur. Çünki sayt bunları o qədər də dəqiq yoxlaya bilmir ki, həqiqətən də iş verən bir şəxs tərəfindən qoyulub, yoxsa dəyərduz tərəfindən qoyulub. Sizdən hər hansı bir işə görə öncədən pul istəsələr diqqətli olun, heç bir şəkildə heç kimə pul verməyin ki, aldanmayasınız dostlar. Deməli, baxırıq bu elana. 226 baxış sayı var. Bakı şəhəri, minimum yaş 22 yaş istəyir, orta təhsil, iş təcrübəsi 1 ildən 3 ilə qədər istəniləndir. İş barədə məlumat. İş saatı saat 9-dan 8-ə qədərdir. Satışın təşkili və müştərilərlə məhsul barədə məlumat vermək. Müştərilərlə münasibətlərin qurulması və saxlanılması istəniləndir. Namizədə tələblər rus və ingilis dillərində orta səviyyədə ünsiyyət bacarığı istəniləndir. Satış və müştəri ilə danışıq bacarığı, məsuliyyətli və ünsiyyətçil, təkər sahəsində 1 ildən çox təcrübəsi. Yəni, burada gördüyümüz kimi təkər satışına aiddir. Rig Motors mağazalardır yəqin ki. Bu elanla maraqlanan şəxslər 010 311 0200 099 311 0200 051 311 0200 nömrələrinə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz və yaxud da öz CV-nizi burada gördüyünüz info@continental.az elektron ünvanına göndərə bilərsiniz dostlar. Biz isə keçirik növbəti elanlara. Deməli, satış üzrə təlimçi var, xadimə peşəsi var. Gəlin xadiməyə də baxaq. Burada deməli 600-dən 1000 manat maaş yazılıb. İndi bu nə qədər doğrudur bilmirəm. Yenə də dediyim kimi elanlara müraciət edərkən mütləq diqqətli olun. Heç bir şəkildə kimsəyə öncədən pul ödəməyin. Deməli, burada deyir ki, 202 baxış sayı var. Deməli, elan yenidir. Amma çox qısa yazılıb hər şey burada. Deməli, yaş həddi 22-45 yaş. Təhsil önəmli deyil. İş təcrübəsi 1 ildən 3 ilə qədər istəniləndir. İş barədə məlumat isə ev və ofis təmizliyi, təmir sonrası təmizlik, kimyavi təmizlik. Yəni, bu təmizliklə məşğul olan bir şirkətdir. Bunlara təmizlikçilər lazımdır. Namizədə tələblər məsuliyyətli və dəqiq olmasıdır. Əgər siz bu elanla maraqlanırsınızsa, 010 305 97 38 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və yaxud da info@təmizhəyat.az elektron ünvanına öz CV-nizi göndərə bilərsiniz dostlar. Yenə də dediyim kimi, hər bir elana müraciət edərkən diqqətli olun. Kombi ustası axtarılır. Deməli, gəlin buna ətraflı baxaq. Kombi ustası. Deməli, 170 baxış sayı var. Kimsə bu işi bacarırsa elanla maraqlana bilər. Deməli, Bakı şəhəri 22-50 yaş. İş təcrübəsi 1 ildən 3 ilə qədər istəniləndir. İş barədə məlumat. Kombilərin quraşdırılması, təmiri, radiatorların yuyulması, texniki baxış. Bu da həmin şirkət, Təmiz Həyat MMC şirkətindədir. Deməli, məsuliyyətli və dəqiq namizədə tələblər.
Əlaqə nömrəsi üçün 010 305 97 38 nömrəsinə əlaqə saxlaya bilərsiniz dostlar. Mən sizə bütün elanları göstərməyəcəm. Əgər hər hansı bir elanın üzərindən keçiriksə və bu elan sizlər üçün önəmlidirsə, özünüz sayta daxil olaraq həmin elan haqqında ətraflı məlumat almağı unutmayın dostlar. Nəzarətçi kaster axtarılır, satış təmsilçisi axtarılır, dizayner axtarılır, deməli, gözətçi axtarılır. Gəlin gözətçi peşəsinə ətraflı baxaq. Deməli, bu elanın 411 baxış sayı var. Laçın şəhərində istəniləndir. Bölgələrdən maraqlı yazanlar, iş maraqlanan var idi. Laçın şəhərində istəniləndir. 18-50 yaş, təhsil orta, təcrübə 1 ildən aşağı, yəqin ki, təcrübə önəmli deyil. Deməli, belə. Deməli, əlaqədar şəxsə Dövlət Su Ehtiyatları Agentliyinin yanında suların istifadəsinə Dövlət Nəzarəti Xidmətinin 8 sayılı Şərq Zəngəzur regional bölməsidir. İş barədə məlumat. İşə götürənin adı, bayaq sizin üçün vurğuladım, bir də təzədən deməyim. İşə qəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir. Əgər sizin məcburi köçkün statusunuz varsa və Laçın şəhərindənsinizsə, yəni oralara yaxınsınızsa müraciət edə bilərsiniz. Namizədi tələblər. Deməli, CV-lərinizi göndərərkən elektron poçtunuzda mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edin. Deməli, yəni bu gözətçidir. Deməli, e-mail yazdıqda poçt ünvanını orada deməli əsas yeri var. Orada gözətçi qeyd edəcəksiniz və öz deməli CV-nizi burada gördüyünüz Qarabağda iş @sosial.gov.az elektron poçtuna göndərirsiniz. Sizə yaxından göstərirəm. Deməli, Qarabağda iş @sosial.gov.az elektron poçt ünvanına göndərirsiniz dostlar. Belə, keçirik növbəti elanlara. Deməli, ofis meneceri axtarılır, content meneceri axtarılır, sosial media meneceri. Bu dəqiqə belə şeylər, yəni üstünlük təşkil edir belə peşələr. Çünki sosial media inkişaf etdiyinə görə bu cür şeyləri öyrənsəz rahatlıqla yəni ki, iş tapa bilərsiniz. Sürücü işi axtarılır, Nur Kauçuk MMC ilə. Gəlin sürücülər üçün ətraflı baxaq, çünki çox yazan olurdu. 571 nəfər bu elana baxıb. Deməli, iş Xırdalandadır, 30-63 yaş arası, orta texniki, yəni təhsili, iş təcrübəsi 1 ildən 3 ilə qədər istəniləndir. İş barədə məlumat. İş yeri Saray qəsəbəsində yerləşir hətta. B və C kateqoriyalı sürücülər şirkətin məhsullarını A nöqtəsindən B nöqtəsinə aparacaq. D kateqoriyası olan sürücülər şirkət işçilərini aparıb gətirəcək. Yəni D kateqoriyası varsa şirkət işçilərini aparıb götürmə işlə məşğul olacaqsınız. Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun sənədləşmə aparılır. Əmək haqqı namizədə görə dəyişə bilər. Nahar şirkət tərəfindən verilir. İş qrafiki saat 8-dən 6-ya qədərdir. Namizədə tələblər BC kateqoriyası sürücülük vəsiqəsi, D kateqoriyası sürücülük vəsiqəsi olanlar əlavə işlə təmin olunacaqlar. Bakı şəhəri və ətrafı əraziləri mükəmməl tanımaq və yol hərəkəti qaydalarını yaxşı bilmək. İşində məsuliyyətli olmalı. Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməli. Təhlükəsizlik qaydalarına əməl etməli. Xırdalan, Masazır, Sumqayıt və ətraf əraziləri yaşayan namizədlərə üstünlük verilir. Əgər siz Xırdalanda, Masazırda bu ərazilərdə yaşayırsınızsa, sürücü işi axtarırsınızsa müraciət edə bilərsiniz. Əlaqə nömrəsi 012 341 93 02 050 235 23 23. Əlaqə nömrələrini burada görürsünüz. Zəng edib əlaqə saxlaya bilərsiniz. Dediyim kimi, əgər hər hansısa bir elanın üzərindən keçdimsə, mən sizə göstərmədimsə, sizə lazımdırsa, siz özünüz sayta daxil olun və oradan ətraflı məlumat alın və əlaqə nömrəsini götürərək əlaqə saxlaya bilərsiniz. Kiçik mühasibə axtarılır BBT MMC-də, internet qoşulma və servis üzrə texnik axtarılır. Belə dostlar, elanlar bunlardan ibarətdir. Dediyim kimi, mən sadəcə elanlar haqqında ümumi sizə məlumat verdim ki, bu kimi elanlar var. Elanlara müraciət edərkən nələrə diqqət etmək lazımdır və heç bir şəkildə heç bir kəsə öncədən sizdən pul istəsələr pul verməyin. Çünki demək ki, bunlar dələduzlardır. Yəni şirkət sizi işçi kimi götürmək istəyir. Sizdən niyə pul alsın nəyəsə görə? Diqqətli olun belə şeylərdə. Heç bir şəkildə pul ödəməyin dostlar. Belə videoların davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Müxtəlif peşə sahibləri çəkdiyimiz videolarda gələcək. İzləmədə qalın. Sağ olun.